Ermənistanda siyasi səhnədə gərginliklərin yenidən artdığı müşahidə olunur. Son günlərdəki hadisələr və verilən açıqlamalar ölkədə yeni siyasi qarşıdurma mərhələsinin başlandığını göstərir. Ermənistan parlamentinin sədri Alen Simonyan 2026-cı il iyunun 7-sində növbəti parlament seçkilərinin keçiriləcəyini elan edib. Onun geri sayım başladı ifadəsi seçkilərin adi bir prosedurdan daha artıq mənalar daşıyacağından xəbər verir. Qeyd edək ki, mövcud konstitusiyaya əsasən Ermənistanın bir palatalı parlamenti 107 deputatdan ibarətdir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri təkcə siyasi qüvvələr arasında deyil, həm də cəmiyyət daxilində daha dərin qütbləşmə yarada bilər. Artıq bu mərhələdə müxtəlif sosial qruplar, qeyri-hökumət təşkilatları və media resursları seçki öncəsi mübarizəyə qoşulublar. Siyasi partiyalar arasında ittifaqların qurulması və yeni blokların yaranması ehtimalı da gündəmdədir. Eyni zamanda Ermənistanın xarici siyasət vektorlarında da ciddi dəyişikliklər gözlənilir. Qərb və Rusiya arasında tarazlıq yaratmağa çalışan Paşinyan hakimiyyətinin seçki kampaniyasında hansı xətti əsas götürəcəyi ölkənin gələcək istiqamətini müəyyən edə bilər. Paşinyan üçün qarşıdakı ən mühüm məsələ 2026-cı il parlament seçkilərinə qədər siyasi oponentlərin, xüsusən də təsir gücünə malik müxalif təbəqələrin neytrallaşdırılmasıdır.